Əvvəlcə hamı salamlayıram. Nə danışım, anar doktor haqqında nələr danışsan azdır. Bax, indi əməliyyatım gedir, 1 qram nə ağrı hiss edirəm, nə bir şey hiss edirəm. Bu fistulanın demək olar ki, atasıdır əməliyyatın. Ən mürəkkəb fistulaları anar doktor. Yəni, ideal şəkildə eləyir. İnsanlığına da söz ola bilməz. İnsan kimi də ki, bir insandır. Allah onun nə arzusu, nə istəyi var ona çatdırsın. Əməliyyat gedir bir dəqiqə canlı. Heç birinə, heç nə hiss eləmirəm. Çox rahatam. Bütün mənim üstümdə əziyyət çəkən xanımlardır, sizlərsiniz. Hamınıza çox təşəkkürümü bildirirəm. Hər kəsə də məsləhət görürəm, anar doktorun yanında müayinə olunmağı, müalicə olunmağı bu işinin peşəkarıdır. Allah sən var eləsin, sən nə deyəm ben, Allah səndən razı olsun. İnan, belə fistullar mində bir təsadüf eləyir. Bax, bizim praktikamızda deyərdim ki, 100 xəstədən birində belə görmüşəm. Bu, prostat vəzinin alt qütbünə kimi uzanır. Oradan şişirdi. Ora kimi gəlmiş. Çox bölmə şey şişirdi. 6 santimdən məncə dərin idi. Özdə 3 şaxə vermişdi. Mən sizə güvənib ki, mən onsuz hara yazdım, baxdım. Süni intellekt beləsi məsləhət görürsəm, mən jestin yanında gəlməməyimə bir səbəb yoxdur. Özüm də araşdırdım, gördüm ki, siz həqiqətən mürəkkəb fistulanın demək olar ki, atasısınız. Demək olar ki, atasısınız siz. Gəl göstərin, bax göstər o çıxmış fistul 3 şaxıya bax buradan, özün bax. Gör. Allah sizin cansın. Görmə boyda bir şey. Mən sizə tam sənin müqəddədən inanmışım, hamd olsun Allah. Heç bir həkimə də gedməmişim. Dedilər orada gedin ki, mən anar doktorumu istəyirəm, anar doktoruma güvənirəm, onun da yanına gedəcəm. Şükür. Allah şəfanı versin, qardaş. Başına dönərəm sən, həmişə sənin yanındayım. Nə oldu olmaz. Sağ ol, qardaş. Günün 24 saat üzərində, sən də Təşəkkür. Var ol.